2, 1. GoPro Start Recording. Hamıya salam dostlar, mən Murad, Süleyman. Bugün ofisimizə yeni bir canavar gəlib. Sən təqdim elə. Deməli, yeni model telefon olan bildiyiniz kimi Xiaomi Mi Max-dır. Xiaomi şirkətini yəqin çox güman ki, hamınız tanıyırsınız. Çox güclü yəni smartfonlarla səs salmağı bacarır. Bəli, Xiaomi Mi Max. Qutu açılışını əslində eləmişik, çünki məcbur idik bunu eləməyə. Amma yenidən qutusuna qoyub qablaşdırıb sizin üçün yenidən açmağa qərarlaşdırdıq. Deməli, başlayaq. Qutu belə bir dənə çıx bax gör başımın üstündən normal çəkir. Bəli, gəlin qutu açılışını eləyək birinci. Artıq ehtiyacımız yoxdur da. Həmişə kimi eləyim? Bu da bura hədiyyəmiz olsun. Kitay dilində. Wow. Böyüdür ya. 6.44 inç ekran. Hal-hazırda amma çəkilişi iPhone-la eləyirik, nə də olsa. Deməli, barmaq izi var. Həqiqətən də buna mən istəyirəm deyim gəmi, çünki bu gəmidir yəni. Qoyaq qırağa, gəncə görə qutuda başqa nələr çıxır. Nömrə üçün iynə qoyublar, nömrəni taxıb çıxartmaq üçün. Bu iPhone-da da var. Hətta bu iPhone 4S-dən bəri var yəni. Nədir bu? USB. Nəyəsə, qırmaq istəmirəm, USB-dir və adapteridir. Əslində, Xiaomi mən nəyin bəyənmirəm? Heç vaxtı qulaqcıq vermir. Yəni, çox mənfi tərəfdir yəni. Bir qulaqcıq şirkət üçün heç nədir. Çünki qulaqcığı ayrıca istəyirsən verir deyə. Nə olsun, yenə də. Keyfiyyəti qulaqcıq olmur, nə olur olsun. iPhone da qulaqcıq keyfiyyətlidir, amma verir yəni üstündə. Çünki bir ödəniş olunur. Bu arada biz bu telefon almışıq $250, onu da deyək. İnternetdən, AliExpress-dən sifariş elədik. Qutudan başqa heç nə çıxmadı. Telefon haqqında məlumatlandıram və telefona əvvəlcə qoşmaq istəyirəm. Telefonun ümumiyyətlə arxa kamerası 16 megapikseldir. 4 GB-lıq RAM-ı var. Yəni bateriya saxlaması 4850 mAh-dir. Yəni mükəmməldir demək olar, mükəmməldir. Demək olar 5000-də həqiqətən. Yəni 150-nin söhbətini necə 2016-cı ilin may ayında təqdimat olundu və o vaxtdan bəri də satışdadır. Ən yaxşı alınması üçün məsləhət göstəririk AliExpress-i almaq üçün. Telefon açılana qədər əməliyyat sistemindən danışmaq istəyirəm. Android 6.0 Marshmallow ilə təqdim olunur. Aha, okey, açıldı. Azərbaycan yenə yoxdur, ha? Haran seçək? Qardaş seçək də. Türkiyə. Ofisə girək, Wi-Fi-nə girək. Klaviatura çox rahatdır, yazmaq. Klaviatura çox rahatdır, çünki çox böyükdür. Bəyəndim yəni bunu. Telefonu açaq. Ha, barmaq izi qoymaq. Həmişə kimi bilirsiniz də mən xəstəliyimi. Bəli, telefon açıldı. Bəli, telefonun özü 128 GB-lıq yaddaşla gəlib. 256 GB-lıq kart daxil edə bilərsiniz, SD kart. Telefon özü hal-hazırda 128 GB-lıq daxili yaddaşla gəlib. Bundan əlavə siz 256 GB-a qədər daxili kart və yaxud da yerinə əlavə SIM taxa bilərsiniz. Yəni telefonu ya ikisindən istifadə edə bilirsiniz və yaxud da bir dənə SD kart və bir dənə SIM-lə istifadə edə bilirsiniz. Əslində yaxşı bir şeydir həqiqətən. Yəni iPhone-da belə şey olsaydı zor olardı. Ekranın qorunması Gorilla Glass 4-dür və deyilənə görə canavar bir şeydir bu. Telefon Mio öz hazırladığı launcher ilə gəlir ki, bu da 8.2-ci versiyadır. Deməli ümumi 8 nüvəli Snapdragon 652 chipsetini işlədir ki, bunun da 4 nüvəsi 1.8 GHz və digər 4 nüvəsi də 1.4 GHz-dən işləyir. Hal-hazırda launcherinə baxa bilərik, yəni menü hazırda belədir. About phone, məsələn Android versiyası 6.01, bunu görürük burada. Sonra RAM 4 GB görürük, octa-core, max 1.8 GHz, Mi Global versiyası 8.0-dır, amma 8.2-yə qədər update eləmək olur. Hal-hazırda 128 GB-ın 118 GB yaddaşda boşdur və bu qədər bunlar haqqında. Kamerasını hal-hazırda istəyirik çölə çıxıb test eləyək və bununla da videonu istəyirik sonlandıraq. Başqa demək bir şey qaldı bu telefon haqqında? Məncə xeyr.
və istəyirəm ki, bunu iPhone-la barmaq izini bir dənə test edək. Üç, 2, 1. Yenədən test eləyək. 3, 2, 1. Daha tez açılır. Bir də son dəfə. Bir Apple həvəskarı kimi. Sən arxasını tut zəhmət olmasa. Amma arxasını tutsan biz görənməyəcəyik. Tez qoyub əmi fırlatacam. 3. Bir dəqiqə yox, bir dəqiqə. Söndür ekranı sönüdür. Məndə də ekran sönüdür. 3, 2, 1. Wow, iPhone-un daha sürətlidir. Okey, iPhone daha sürətli ola bilər. Məncə onda gəl biz kamerasını test etdiyimizdə iPhone da kamerasından test eləyək. Çünki məncə iPhone kamerasının qabağından daha üstündür. Çünki 1080 pikseldə 30 frame per second çəkir, iPhone isə 1080-da 60 frame per second çəkə bilir və 4K-nı 30 frame per second hər ikisi 4K çəkə bilir. Amma onun bir üstün cəhəti var ki, 720-ni 120 frame per second çəkə bilir. iPhone-da isə 720 çəkilişi yenə də 30-landır. Heç 720 ucu yoxdur bunda demək olur. Çıxardıblar. Yəni bir dəqiqə baxaq. Hətta iPhone 720-ni deyəsən çıxardıb, çünki ehtiyac duymur ona. Bəs panoram rejimi var? 720-ni 30-la çəkir. Panorama rejimi də var, bəli.